Hökumətin yaltaq saytları part-apart paylaşır. Bəs prezident uşağa KAMAZ hədiyyə etdi. Demişəm də, ölkəbaşı İlham Əliyevin nüfuzu nə vaxt aşağı düşüb yerlə sürünürsə, Qarabağa səfərə gedir, imicini düzəltmək üçün. Son sorğulara görə ölkə əhalisinin 90%-i İlham Əliyevin prezidentliyinin əleyhinədir. Bu statistikadır, göstəricidir. Bax, o vaxt İlham və Mehriban Əliyevlərin balaca uşağı öz milyonluq Mercedeslərinə mindirmələri təsadüf deyil idi. KAMAZ. Gel, sen KAMAZ gösterin. Ben gel öpeyim seni. Ay. Sağ ol. Babana da öpürsen. Sağ ol. Gönder Sağ ol. KAMAZ'ı. Yine sağ ol. Ben sen başlamıştım ya. Bax, bu söhbətə hazırlanmış məsələ idi. Az artistlik eləyində videoya baxan aydın başa düşür ki, siz qeyri-səmimisiz, artistsiz. İndi güya bu uşağın ailəsinə KAMAZ veriblər. Və saytlar da paylaşır ki, bəs prezident həmin ailəyə KAMAZ hədiyyə etdi. Bu şoular bir kənara qalsın, mənim başqa sualım var. O KAMAZı prezident hədiyyə edibsə, öz puluyla edib, maaş kartı ilə ödəyib o KAMAZın pulunu, yoxsa hansısa tikinti şirkəti verib. Biz keçənlərdə də gördük də, Alyona Əliyevanın adını təmizə çıxarmaq üçün nə hoqqalardan çıxırdınız. Və uşaq evindəki uşaqlara 50 velosiped hədiyyə etdi Alyona Əliyeva. Sonradan öyrənirik ki, həmin o keyfiyyətsiz velosipedlər Azərbaycan Velosiped Federasiyası tərəfindən verilib. Sizin kimi artist hakimiyyət görmədim mən həyatımda. Belə şoular göstərməyini, millətin hamısının qayğısına qalın, haqqını verin.